Tibbi araşdırmalar nəticəsində tərkibində aşkar olunan mikotoksinlər uzun müddətli istifadə zamanı xərçəng əmələ gətirmə riskini artırmış olub. Almaniyalı alimlərin apardığı testlər nəticəsində məlum olub ki, məşhur Dubay şokoladları sağlamlığımız üçün təhlükədir. Şokoladın tərkibində qaraciyərdə xərçəng yaratma riskinə malik müəyyən kimyəvi birləşmələr, palma yağı və müxtəlif qida boyalarının olduğu iddia olunur. Tibbi araşdırmalar nəticəsində tərkibində aşkar olunan mikotoksinlər uzun müddətli istifadə zamanı xərçəng əmələ gətirmə riskini artırmış olub. Dubay şokoladlarının uzun müddətli belə deyək, satış piştaxtalarında qala bilməsi üçün istifadə olunan emulgatorlar və yaxud da ki, hər hansı bir konservantlar onun tərkibini ciddi şəkildə zədələyə bilir və orqanizmdə istehlak olduğu zaman bir çox mədə-bağırsaq traktının xəstəliklərini, xüsusilə də bağırsaq mikroflorasını pozaraq mədə-bağırsaq xəstəlikləri yarada bilir. Dubay şokoladlarının daha çox ucuz başa gəlsin deyə xam malda daha çox kimyəvi qatqı maddələri olaraq fıstıq dadı verən aromavericilərdən, eləcə də keyfiyyətli yağ əvəzinə trans yağlardan istifadə edirlər ki, bunlar ürək-damar riskini artıra bilir və eyni zamanda da qəfil ürək tutmalarına da gətirib çıxarda bilər. Son zamanlarda artıq Avropada, Almaniyada aparılan araşdırmalarda göstərilib ki, xüsusilə də keyfiyyətsiz, mənşəyi bəlli olmayan yerdə istehsal olunan Dubay şokoladlarında istifadə olunan aromatizatorlar, doymuş yağların miqdarı, xüsusilə də burada qida boyaları var ki, Y140, Y141, bunlar insan sağlamlığında mənfi təsir edən qida qatqı maddələrdir. Yaxşı olar ki, belə təhlükəli, riskli, şübhəli məhsullardan birmənalı şəkildə uzaq durmaq lazımdır. Bildirək ki, Dubay şokoladının satış qiyməti 20-60 manat arasında dəyişir.